Kimin avtomobilində svetoforda dayanan zaman sirkələnmə problemi baş verirsə, bu video onunla əlaqədardır. Deməli, qardaş yaxınlaşıb ki, avtomobildə sirkələnmə problemi var. Elə bilib ki, sveça babində problem var. Deyir ki, sveça babını dəyiş, problem aradan qalxsın. Və gəldi, müəyyən elədi ki, sveça babində heç bir problem yoxdur. Bax, bu hissədə yerləşən gördüyünüz kimi, membrandır bunun adı. Membran hissəsi çıxartmışıq hal-hazırda. Bax, görürsünüz, bu hissədən görürsünüz necə cırılıb. Buna baxın. Cırıldığına görə başlayır avtomobildə sirkələnmə problemləri baş verməyə. Çünki bu cırılan zaman oradan hava çəkir. Avtomobil də normal olaraq sirkələnir, performans itirir, çəkimi zəifləyir. Yəni, bu problemə görə deməyim odur ki, gedib artıq xərclərə düşüb sveça babını dəyişməyə ehtiyac yoxdur. Diagnostika nəticəsində bunu müəyyən elədik. Dəyişəcək problem də aradan kökündən qalxmış olacaq. Bu da gördüyünüz kimi servisimizin vəziyyətidir ümumi. Kim də gəlmək istəyirsə servisimizə əlaqə saxlayıb yaxınlaşa bilər. Sağ olun, salamat qalın, diqqətiniz üçün təşəkkürlər.